Salam dostlar. Deməli, 7-ci siniflə davam edirik. Sizdən birinci xahişimiz odur ki, birinci sualın cavabı nədir? Abunə olmanızı xahiş edirik. Olmanızı xahiş edirik. Belə. Deməli, verilmiş sözün, çərçivədə verilmiş sözün üzürdü. Bir də baxım yazılırmı? Hə. Deməli, üzürdü sözü yaşıllıq içində üzürdü məcazi mənalıdır. Ona görə mətndən həqiqi mənaya baxaq. Qartalın havada üzməsi məcazi olar. Təyyarə də üzməz. Xəyalın qoynunda da olmaz. Demək, qayıq üzə bilər. Demək, doğru cavabımız D variantı. Mətnə əsasən yanlış. Məğlub olsa da qəbul eləmək istəmir. Düzdür. Bu da qoca keşişçi ilə bir iki cəmaət var. Cavanşirə kömək eləyir deyə bir şey yox idi. İkidə də doğru cavabımız C-dir. Varaz da hökmdar idi. Ən sonda bilirik. Urmuz özünü doğrultdu, qılıncını yerə dayadı və çox gözəl. Yəni artıq təsdiq eləyirəm. Bu yalnız biz bunu nəticəyə deyə bilərik. Səbəbi odur ki, bax, indiyə qədər dirəşirdi belə deyə. Ən sonda razı sanma sözündən sonra razılaşır. Yoxsa qəbul eləmək istəmirdi. Tünd qara hərflərlə verilən söz şığımaqdır. Şığımaq da sürətli, belə deyək də, üzərinə atılmaq mənasındadır. Cavanşir silinib yox oldu. Çünki deyirdi ki, mən sənin xəttinə dəymirəm. Güya da indi uduzur. Deyir, uduzan güləşə doymur. Burada deyir, bax, haradaydı burada? Yoxsa səhv mi dedim? Hə. Xəttinə dəymirəm deyən nəsə düz demişəmmiş. Sonra 6-da mətnin məzmununa uyğun ifadə. Biz bura deyə bilərik ki, onun qoşun hesab etdiyi 2 adam imiş. Belə demək olar da, başqa nədir? Bir dənə də baxaq mətnə. İndi burada hərə bir söz yaza bilər. Biz nöqtələrdən sonraya da baxmalıyıq. Qoca keşişçi qəhqəhə çəkib qoşun etdiyi adamlar, belə Cavanşir də deyə bilərik. Cavanşir və Urmuz idi. Onlardan biri nə varır? Dalı çəkilir. O biri isə şığıyırdı. Yəni adamlar əslində 2 nəfər idi. Cavanşir və Urmuz idi. Belə demək olardı. Biraz əslində qəribə sualdır. Sonra numerativ söz yoxdur deyir. 6 kitab arada var. 5 qoyun arada numerativ söz var. 2 otaq arada numerativ var. Amma burada elə 2 nəfərdir. Burada heç nə olmadığına görə doğru cavabımız B variantı. Ağıllanmaq sözünün ağıllandı bütöv. Çağır, çağırılmaq. Baxaq, məchul növdədir. Biz bura yazılanı tapmalıyıq. Düzəltmədir hər ikisi. Bu B ortaya gəlməlidir. Təsdiq feilidir. Bu da ortaya gəlir. Bir leksik şəkilçi var. Bu da ortaya gəlir. Amma məchul növdə olmaq buna aiddir. Çünki burada I şəkilçisi yoxdur. Doğru cavabımız nə oldu? A variantı. Qeyri-müəyyən təsirli halda deyil. Baxaq, yağ yeyər, yağı yeyər. Kitablar oxumuşam, kitabları oxumuşam. Yuva qurur, yuvanı qurur. Amma C variantındakı isə bu yiyəlik haldır. Bu da qeyri-müəyyəndir, amma yiyəlikdir. Suallara ilk dəfə baxıram. Ola bilsin, çaşada bilərəm. Çörək otu necə olacaq? Çörək otu. Ahəngə tabe deyil. Bəli, incə, qalın. Səs tərkibi fərqlənir. K, Y-yə keçir. Sahitlərdən ikisi qalındır, dodaqlanandır. İkisi qalındır, dodaqlanandır. Amma 3 qalın, 3 dodaqlanandır. Baxaq, kar samitlərin sayı cincillikdən çox. Karlar 1, 2, 3 doğruymuş. Deməli, doğru cavabımız C variantı 3'ü dodaqlanan idi. Düzəltmə sifət işlənmişdir. İnsan, insani keyfiyyət. Bu hal deyil, çünki qanunu pozubdur. Doğru cavabımız A'dır. Baxaq, başqa nə var?
Bu mənsubiyyətdir. Əşyə deyə söz yoxdur. Bu sadədir. Zəifləri əzmək. Başqa da ümumiyyətcə mən görmədim. Fe'lin qrammatik məna növünü tap deyə. Buradakı düzənliklərə bu il arpa əkilmişdir. Əkilmişdir. Nə arpa? Deməli kim əkib? Bilmirik. Doğru cavabımız B variantı. Frazoloji birləşmə yoxdur. Can deyib can eşitmək var. Qanı qaralmaq da var. Sonra gözün odunu almaq da var. Deməli C variantı gerçək mənada yanıb tökülmək idi. Bir-birinə münasibətdə nədir? Eniş aşağı düşməkdir. Yoxuş isə belədir. Deməli bunlar antonim olacaq. Mürəkkəb ismin yazılışı düzgündür. Oğul uşaq, çağır-çuğuz, vur-havur, yer-yığış. Hansılar defislə yazılmalıdır? Hansılar bitişik? Ha-a olanlar bitişik olmalıdır. Yer-yığış birin mənası yoxdur. Çağır-çuğuz bunun da mənası yoxdur. İkisi də defislə olmalıdır. Oğul uşaq isə yaxın mənalıdır. Bu da defislə olmalıdır. Defislə yazılanlar hansılardır deyək. Yaxın, əks, eyni, bir də mənası olmayan sözlər. Çoxaltma dərəcəsi yoxdur deyil. Dümağ çoxaltmadır. Ən böyük çoxaltmadır. Xırdaca da çoxaltmadır. C variantı isə balaca adi dərəcədədir. Hal şəkilçili, mənsubiyyət şəkilçili. Mənsubiyyət varsa 100% düşməlidir. Deməli burada düşür, burada düşür. Deməli 2-yə B ilə D düz gəlir. Haldırsa A, C. A, C, B, D. Hansı sual olacaq? A variantı. O A kimi olsun. Moskva. Bunu yəqin ki çox eşidirsiniz. Sayıları müəyyən edib çağır. Yarışın birinci mərhələsində 15 idmançı mübarizəni deməli oldu. Deməli 19-da dedik. Baxaq mətnə. Mətndə bir nəticəyə gəlmək olmaz deyir. Maddi mənəvi irsdir, memarlıqdır. Qarət olunmasına dair heç bir şey yox idi. Mətndə nöqtələrin yerinə yazmaq olmaz. Deyir, tarixi proseslər nəticəsində meydana gələn bu abidə bu gün də Azərbaycan mədəni irsinin mühüm nümunələrindən biri kimi qiymətləndirilir, xarakterizodur, qəbul edilir, amma inşa edilir, bu gün inşa edilir. Müxtəlif funksiyalı fikirlər birləşdirmək olsa, baxaq burada nə var? Bu olmaz, bu da olmaz, bu da olmaz. Amma bax, zəvvarlara məxsus otaq, türbə, məscid, yəqin ki, burada müxtəlif funksiyalar, tikililər, A variantı bu daha düzgün olardı. Sonra qara hərflə verilmiş sözlər hikmətinə baxmadan biz yaza bilərik ki, gəlmək, meydana gəlmək, baxaq bir dəqiqə meydana gəlmək nədir orada? Gerçək mənadadırmı? Meydana gəlmək, yəni əmələ gəlmək, bu yaranmaq mənasında məcazi olur. Səfiyyəddin kompleksində deyir, olan tikililərdən deyil. Baxaq, kompleksə bir baxaq, burada hansı tikililər var? Şeyx Səfiyyəddin türbəsi var. Sonra Cənnətsara məscidi. Burada gördüm az öncə. Cənnətsara var. Şeyx Səfi türbəsi var. Sonra nə var? Baxaq bir dəqiqə. Aləmşah bəy, Möminə xatın. Bir dəqiqə görək, haradaydı? Aləmşah bəyin türbəsi də buradaymış. Deməli, bunu da seçdik, amma Möminə xatın yox idi. Doğru cavabımız burada B, burada D. Fərqlənmək sözünü baxaq.
seçilir, fərqlənir. Burada da cavabımız olacaq. Seçilir. Belə. Riyaziyyatı da özünüz baxarsınız, görün nədir. Mənim başım çıxmır.